Baş prokurorluq aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan vəzifəli şəxslərin də daxil olduğu mütəşəkkil cinayətkar dəstəni ifşa edib. İlkin istintaqla məlum olub ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Gömrük Komitəsinin əməkdaşları, həmçinin digər üzvlər mütəşəkkil dəstə halında Birləşmiş Ərəb Əmirlikləri və İrandan 5,4 milyon manatdan artıq aksiz markası olmayan tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər. İş üzrə şəxslər barəsində istintaqdan yayınmaq məqsədi ilə ölkəni tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri tətbiq olunub və beynəlxalq axtarış elan edilib. Bundan başqa bir sıra MMC-lərin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə bir qrup şəxs məhkəmənin qərarı ilə həbs, bir qrup insan üçün isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Digər şəxslər istintaqdan yaymaq məqsədi ilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. Faktlarla bağlı qaçaqmalçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və aksiz markasız malların qanunsuz dövriyyəsi maddələri üzrə istintaq əməliyyat axtarış tədbirləri davam etdirilir. Fidan Mahmudova, Rəhli Rafiq qızı, ASTV xəbər.